Bodrumda otelimizin paylaşmadığım və göstərmədiyim yerlərini bu videoda sizlərə göstərəcəm. Dəniz tərəfə çıxışdan sağa dönürsüz, düz gedirsiniz və pləkanları çıxdığınız zaman belə bir yer görürsüz və belə bir mənzərə. Bəlkə də oteldə qalanların çoxsunun bu yerdən xəbəri yoxdur. Burada gözləmə, pidə və waffle var. Hələ də bu oteldə qalırsınızsa ya da gələn ayın səfəriniz varsa mütləq bu gözləməni yeyin. Xüsusən də pendirlisi möhtəşəm idi. Maraqlısı da odur ki, gözləmə taco xəmirindən hazırlanır. Növbəti pide. Açıq bufetdə pide olsa da buranınki daha fərqli, daha ləziz idi. Yeməli pendirli favorim oldu. Qeyd edeyim ki, bu yerlər saat 2-dən saat 4-ə kimi işləyir. Çox adam bura gəlmədiyi üçün sakitçilik, ləziz təamlar, inanın insan çox xoş vaxt keçirir, ləziz təamlar da yeyir. Waffle düzəldən oğlan sizə özəl hazırlamışam dedi. Düzdür, dadlıydı, ancaq şokolatı hədsiz çox idi. Havuz hissəsində də belə bir kumpir yeri var idi. O da saat 2-dən saat 4-ə kimi işləyirdi. Kumpirin dadını nə yalan deyim, elə də bəyənmədim, sanki biraz yola verilirdi. Pendiri əriməmişdi, içliyi az idi. Saat 5-dən sonra da gün batımını bu dənizin qırağında seyr etmək başqa gözəldir. Otelin ən rahat güşəsi 2-ci mərtəbəsi idi. Kokteyllərinizi, çərəzinizi götürüb otura bilərsiniz. Oteldə subaylar biraz sıxıla bilər, xüsusən də uşaqlar çox olduğu üçün səs-küydən bəzən bezə bilirsiniz.